Deməli, 33-cü sualın izahını dinləyək. Hansı cümlədə məqsəd zərfliyi işlənibdir? Məqsəd zərfliyi olması üçün, deməli, məqsəd zərfliyi deyirsə, biz maq və üçün olmalıdır birlikdə əlbəttə ki. Harda dığı üçün varsa, dığı üstə gələk üçün. O olur səbəb zərfliyi. Deməli, bu məqamda səbəbdir. Maq üçün olanda isə məqsəd zərfliyidir. Burada isə oldu məqsəd. Gəlin variantlarımızı bir-bir təhlil edək. Anar 5 aldığı üçün çox sevinirdi. Sevinirdi anar. Anar nə səbəbə sevinirdi? Nə səbəbə sevinirdi? 5 aldığı üçün. Dığı üçün oldu səbəb. A deyil. B-yə baxaq. Yəqin ki, çoxu A və yaxud da B yazıbdır, elə oxuyan kimi. Amma baxırıq ki, B variantında da tərifləndiyi üçün, deyi üçün var. Bu da səbəbdir. Deyir, uşaq tərifləndiyi üçün həvəsə gəlmişdi. Həvəsə gəlmişdi. Kim? Uşaq. Uşaq nə səbəbə həvəsə gəlmişdi? Tərifləndiyi üçün. Düşmən qorxaraq geri çəkildi. Necə geri çəkildi? Nə tərzdə geri çəkilib? Qorxaraq geri çəkildi. Dostunu təbrik etmək üçün hədiyyə aldı. Nə etdi? Aldı. Nəyi aldı? Hədiyyəni aldı. Qeyri-müəyyən təsirlik halda. Nə məqsədlə aldı? Dostunu təbrik etmək üçün. Əlbəttə, maq üçün görən kimi biz bunu məqsəd zərfliyi götürə bilərik. Doğru cavab variantımız Y variantıdır.